Evet, Quranda ayəmiz Nisa surəsi 59-cu ayə və Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Ya eyyuhellezine amenu ati'ullah ve ati'ur rasul ve ulul emri minkum. Hələ bura qədər ayəni deyirəm, bu davamını sabah hələ başlayacağım danışmağa. Hələ ayənin özünün haqqında danışmağa ehtiyac var. Deməli, ayə zəngin ayədir. Hələ mübahilə ayəsi kimi. Böyük mətləblər var burada. İlk öncə qoy bunları deyim ki, müxtəlif nəticələr alacaq. İmamət ilə bağlı, elə bilirəm fikirlərimiz dəyişiləcək. Və bu cəhətdən imamlara baxmaq nə gözəl. Burada ayədə diqqət edin. Buyurur, əti'ullah və əti'ur rasul. 2 dəfə əti'u kəlməsi işlənib. İtaət edin Allaha, 1. Sonra itaət edin Peyğəmbərə və əmr sahiblərinə. İtaət 2 dəfə işlənib. Bu bir açardır bu ayə üçün. Bu ayəni anlamaq üçün. Yəni bir kilitdir. Yaxşı. Bəli. İndi bunu izah eləmək istəyirdi ki, əti'ullah deyəndə Allaha itaət edin mənası nə idi? Əti'ullah, Allaha itaət edin, Quran-ı Kərim. Açın bu Quran-ı Kərimi, oxuyun bu ayələri, həyatınıza tətbiq edin. Yaxşı, gözəl. Amma əti'ur rasul deyəndə 2 dənə mənsəbdən söhbət açıldı. Onlar nədir? Əti'ur rasul, Peyğəmbərə itaət edin. Mövzu nə istəyir Allah bizə desin? 1. Yəni şəriətin bəyanı, Quranın təfsiri, hökmlərin izahı. Məsələn, deyir, xuzu ənni mənasikəkum. Həcc əməllərini mənə baxın, öyrənin. Baxın, görün, mən necə namaz qılaram, o cür nə qılın. Artıq Peyğəmbərə, əti'ullah, əti'ur rasuldur bu artıq. Peyğəmbərə müraciət edirik, Peyğəmbərə baxırıq, Peyğəmbərdən öyrənirik. Deməli, əti'ur rasul, Peyğəmbərə itaət edinin mənası budur. Peyğəmbər bir iş görür, məsələn, şəriətin bəyanı, Quranın təfsiri, hökmlərin izahı, siz də itaət edin Peyğəmbərə. Bu bir mənada. Digər mənada Peyğəmbərə itaət edin mənası nədir? O da budur ki, icra məqamında Peyğəmbərə itaət eləmək. Peyğəmbər neyinirdi? Məsələn, ordu komandiri təyin edirdi, sülh eləyirdi, müəyyən məsələn məntəqəyə məllim göndərirdi, qəzavət eləyirdi, hökm çıxardırdı 2 nəfərin arasında. Bu üçün daha xüsusi bir dənə ayə gəlmirdi Peyğəmbərə. Məsələn, ayrıca, məsələn, tutaq ki, gəliblər, yığışıb, yarısı biz məllim istəyirik səndən, Quran qarisi. Mən filan kəsi dedim, getsin. Daha bunun üçün ayə gəlmirdi. Peyğəmbər dedi, bu getsin. Deyirdi, bu cürünə, Allah deyib, bu cüründə itaət edin Peyğəmbərə. Hələ hər şey ayə gəlsin, yox, itaət edin Peyğəmbərə. Deməli, Peyğəmbərə itaət edin 2 mənası oldu. 1. Şəriətin bəyanı, Quranın təfsiri, Quranın izahı, dinin bəyanı. 2. İcra məqamı. İcra məqamında itaət edin. Bu, əti'ur rasulun mənası bu. Əti'ullah, yəni Quran. Quran da Peyğəmbərə gəlib. Vəhiy Peyğəmbərə yalnız gəlib. Yaxşı. Vəhiy yalnız Peyğəmbərə gəlib. Amma o demək deyil ki, elmi qeyb yalnız Peyğəmbərdə olub. Elmi qeyb anlayışı Quran məntiqinə əsasən genişdir. İnşallah davam edəyək, izah verir. Yaxşı. Ayəni davam edəyək. Baxın, deməli, fikir verin. Əti'ur rasul deyir, arxasında nə deyir? Və ulil əmr. İtaət edin Peyğəmbərə və əmr sahiblərinə. Daha əmr sahibləri üçün ayrıca əti'u demir. Məsələn, belə deyil ayə. Ya eyyuhəl-ləzina amanu. İman əhli, bəli, ya Rəbbəl aləmin. Əti'ullah, Allah'a itaət edin. 1. Əti'ur rasul, Peyğəmbərə itaət edin. 2. Əti'u ul-əmr. Ul-əmr. Əmr sahiblərinə itaət edin. 3. Belə demir. Deyir, əti'ullah, bu aydın. Sonra da əti'ur rasul və ul-əmr. Gətirib qoyub bir cərgəyə Peyğəmbərlə. Yəni, Peyğəmbərə necə itaət edirsinizsə o 2 mənada, hansı izah elədim? O mənada da ul-əmrə, əmr sahiblərinə itaət edin. Yəni, onlar da sizə Quranı bəyan eləyəcək, açacaq, izah eləyəcək dini. O cürünə də itaət edin. Digər mənada imama itaət edin. Peyğəmbərə itaət etdiyiniz kimi itaət edin. Peyğəmbərlə ulul əmrdə itaət bir dəfə işlənib. Əti'ullah ayrıcadır. Amma bura keçəndən sonra deyir, əti'ur rasul və ulul əmr.
Yəni, görünən budur ki, bu əmr sahiblərinə olan itaət Peyğəmbərə olan itaət kimidir. Burada bir fərq yoxdur. Bu da bir məsələ. Bu ayədən aldığımız nəticələr. Hələ bunlar kimdir? İnşallah söhbət edəcəyik kimdir. Amma belə bir insanlar var. Ən azı Quran deyir ki, belə insanlar var. Danma bunları. Belə bir əmr sahibləri var. Peyğəmbərdən siva. Peyğəmbərdən kənar. Bunlar var. Sən demə bunlar yoxdur. Quran deyir var. Bu nəticəni almışıq hələ ki. Yaxşı. Sonra davam eləyək. Baxın, Quranda itaət mövzusu iki cürdür. Şərtli itaət, mütləq itaət. Şərtli itaət, yəni itaət elə ona, amma bir həddə qədər. Mütləq itaət budur ki, qeydsiz, şərtsiz itaət. İkisini də ayə edirəm sizə. Şərtli itaət. Məsələn, deyir, anava, atava qulaq as. Hərdən istəyinlə o istəyi toqquşdu, o istəyi ver qabaq, itaət elə. وَوَسَّيْنَا الْاِنْسَانَ بِوَالِدَيْهِ husnən. Biz insana tapşırmışıq, atanla, ananla gözəl davran. وَاِنْ جَاهَدَكَ لِتُشْرِكَ بِهِ مَا لَيْسَ لَكَ بِهِ اِلْمْ فَلَا تُطِعْهُمَا. Yaxşı davran, gözəl davran, onunla işimiz yoxdur. Amma işdi gəldi, elə bir sözlərdir ki, mənim istəyimə ziddir, fəla tutihuma. Onlara inəmə, itaət eləmə. Fəla tutihuma. Bir həddə qədər itaət eləyə bilərsən. Mənim sözlərimə ziddiyyət təşkil eləmirsə, mənim buyruqlarıma əks getmirlərsə, bir həddə. Amma bir hədd var ki, da o mənə qayda deyə, bala namaz qılma, narahat olma, yaxşı olacaq. Mən sənə ana, bu mənada itaət eləmirəm. Sənə canım qurban olsun, sənə ömrüm qurban olsun, amma da burada bağışla ki, amma başqa ayda buyurur, sahib huma fit dünya. Da yaxşı danış da, qəşəng davran da, kobud yox, qaba yox. Anata ilə davranış qaydaları var. Hər şeyi düzdür, o dedik kimi eləməyəcəksə, amma o da deməkdir, orada kobud rəftar eləyəsən. Allah qayda qoyub. Bir həddə qədər, bir həddən sonra yox. Mütləq itaət yoxdur anataya. Şərtli itaət var. Yaxşı, bu Quran ayəsi. Amma bir dənə mütləq itaətdən söhbət açıb. Ətiyullah və rəsuləh. Bu da Quran ayəsi. Peyğəmbərə itaət edin və Allah'a itaət edin. Mütləq. Şərt yoxdur. Bura qədər. Yox, mütləq. Yaxşı. İndi ki, bu ayə var. Ətiyullah və ətiyur rəsul və ulil əmri minkum. Hansı itaətdən söhbət gedir? Əmr sahiblərinə itaət edin, Peyğəmbərə itaət edin. Hansı itaətdir? Şərtli itaətdir, yoxsa mütləq itaətdir? Ayə görürük ki, mütləqdir, qeyd vurmayıb. Demir, filan yerə qədər itaət edin, mütləq itaət edin. Bu bir nəticə. Bu mütləq itaətdir. Deməli, bu ayədən aldığımız nəticə budur ki, ulul əmrə, yəni əmr sahiblərinin göstərişlərinə itaət etmək qeydsiz və şərtsizdir. Yaxşı. Və buradan da nəticə alırıq ki, əgər qeydsiz, şərtsiz olaraq itaət eləməliyiksə, onlar məsumdular. Məsum olmalıdırlar. O hər nə dedim, onu əməl eləyəcəmsə, o görə mənə səhv söz deməsin, mənə bataqlığa aparmasın, məni günah burulğanına salmasın, mənə səhv istiqamət verməsin. Deməli, bunu etməsin, o necə olmalıdır? Məsum olmalıdır da. Məsum olmalıdır ki, mənə düz yol göstərsin. Məsum olmasa mənə səhv yol göstərər. Bu ayədən nəticə alırıq ki, onlar məsumdular. Hələ Əhzab öz yerində ya. Əhzab 33-də almışdıq. Liyusib ənkumar ric. Əhləl beyt və yutəhərəkum təthira. Orada almışdıq. Bu da təkiddir. Yəni, bir dənə ayə yoxdur. Bir neçə ayə var bu mövzuda. Hələ burada bir başqa nəticələr alacaq. İnşallah. Deməli, onlar məsum olmalıdırlar. Əgər onlar məsum olmasalar, nə baş verər Oqtay müəllim? Bilərəkdən və ya bilməyərəkdən bizi bir günaha dəvət eləyərlər və ya səhv bir işə istiqamət verərlər. Ya bilərəkdən, ya bilməyərəkdən, məsum olmasalar. Adam bəzi vaxtlar yaxşılıq eləmək istəyir, amma bilmədən səhv iş görüb istəyir. Bilməyərəkdən. Elə bir yaxşı iş görür, amma neyinə səhv istiqamət verir. Əgər məsum olmasalar, ya bilərəkdən, ya bilməyərəkdən səhv göstəriş verə bilərlər. Biz günaha mürtəkib ola bilərik. Biz yanlış yola düşə bilərik, onlara itaət etdiyimizə görə. Bu da Allahın hikmətinə ziddir. Allah mənə bir nəfərə deyir ki, qulaq as ki, o da mənə səhv yol göstərir.
Belə iş görər Allah. Allahın buyruqları onun üçündür ki, bizi zülmətdən nura çıxartsın. Bunlar əksinə, məni zülmət aparır. Belə şey olar. Bu Allahın hikmətinə ziddir axı. Allah Quranda buyurur: "Huvellezî yunezzil ala abdihi ayat beyinat." Allah ayələr nazil edir peyğəmbərə liyuxricekum minez-zulumati ilen-nur. Bu ayələr gəlir məni zülmətdən nura çıxartsın. Peyğəmbər gəlir məni zülmətdən nura çıxartsın. Allah istəyir mən zülmətdən nura çıxım. Amma mənə bir nəfəri tapşırıb ki, o səhv eləyir, məni zülmətə aparır. Qurban olum Allah, Allah biliş görər. Bu ziddiyyət oldu ki. Bu yanlış oldu ki. Aha. Ya başqa bir dənə maraqlı ayə deyim sizə. İzə fəalu fahişətən. Qalu vəcədnə aleyhə abaana. Səhv iş görürdülər, qövüm. Deyirlər, niyə edirsiniz? Deyir, ata-babamızda belə görmüşük. Vallahu əmərana bihə. Allah da bizə belə tapşırıq verib də, onlara qulaq asırıq. Özlərinə çıxarıblar, Allah belə tapşırıq verib. Niyə edirsiniz belə? Ata-babamızda belə görmüşük. Onlar səhv eləyib, biz də düşmüş yolun arxasına gedirik. Qul innəllaha la ya'muru bil fəhşa. Siz deyirsiniz, Allah əmr eləyib. Ax, Allah pisliyə əmr eləməz. Ata-anava deyib, sənə əmr eləyib, onlar nə desə qulaq as, o sənə səhv istiqamət versə, o səhvi icra ilə. İnnəllaha la ya'muru bil fəhşa. Allah pisliyə dəvət eləməz ki. Ən təqulu aləllahi mə la tə'ləmu. Nə gəldi deyirsiniz Allah haqqında. Deməli, əgər onlar məsum olmasa, səhv söz deyə bilərlər, səhv istiqamət verə bilərlər, bizi günaha çəkə bilərlər. Biz də onlara da Allah deyib itaət elə, biz də onların arxasını geçsək, səhv istiqamətə gedərik. Nura yox, zülmətə gedərik. Bu da Allahın hikməti ilə ziddiyyət təşkil edir. Nəticə nə aldıq? Nəticə bunu alırıq ki, onlar məsum olmalıdırlar. Çünki Allah mütləq itaətdən söhbət açıb. Ətiullah və ətiur rəsul və ulil əmri minkum. İtaət edin onlara. Tam bitdi. Burada bir dənə də maraqlı nöqtə çıxardacaq. Amma bunu demək üçün sizə bu sözü deməyi məcburam. Bir ayə var Quranda, Bəqərə 124-də. İz ibtəla İbrahimə Rabbuhu bi kəlimatin fətəmməhunnə və ətəmməhunnə. Allah İbrahim imtihan elədi. Ey, bala imtihanı, o imtihan, bu imtihan, odur və s. Axırda dedi ki, qal inni cailukə linnasi imamən. Uzaq çıxdı imtihanların, sən imam elədin. İnni cailukə linnasi imamən. Sən oldun imam. İbrahimə deyir. Qalə və min zurriyyətimə, balalarım da imam olacaq. Qal, la yənalı əhdi zalim. Zalim imam ola bilməz. Yaxşı, zalim kimə deyirlər? Bir dənə ayə edirəm sizə. وَلَوْ أَنَّهُمْ اِزَّلَمُ أَنْفُسَهُمْ جَاءُكَ. Ay Peyğəmbər, insanlar günah eləyib, özlərinə zülm eləyib sənə tərəf gəlsələr. Bu ayə deyir, insan günah eləyəndə özünə zülm eləyir. Olur nə? Günah. Zalim. وَلَوْ أَنَّهُمْ اِزَّلَمُوا أَنْفُسَهُمْ جَاءُكَ. Peyğəmbər, insanlar günah eləsələr, özlərinə zülm eləyiblər, sənin qapıva gəlsinlər. Allah sən demə, gör necə danışır, göndərir Peyğəmbər qapısına. Gedin onu ilə mənə tərəf gəlin, təvəssül. Gedin o qapıya elə. Birbaşa demir mənə. Cauk, sənə tərəf gəlsələr. Bu ayədə zəngin ayədir. Həm təvəssül, həm də ki, o tərəfin günah eləsə özünə zülm eləyib. Deməli, günahkar nədir? Özünə zülm eləyəndir. Allah nə deyir? La yənalu əhdi əz-zalimin. Yəni, zülm eləyən, yəni günahkar imam ola bilməz. Yəni, imam məsum olmalıdır. Düzdür? Bəli. Bu ayə deyir bizə. İsməti açıqlayır. İsməti açıqlayır bizə. Deyirlər, hərdən imamət haqqında ayə var mı? Bundan şəffaf nə desin Allah təala bizə? Möhtəşəm. Kanka, nə desin Allah bizə necə danışsın? Nə söhbət eləsin mənə? Yaxşı, hələ o qalsın. Bu ayədə isə ətiullah və ətiur rəsul və ulil əmri minkum ayəsi bu mövzunun daha piki deyə. Baxın, düzdür, oradan da bunu çıxarış eləmək olar o ayədən də. Amma bu ayədən daha qabarıq şəkildə görsənir. Nə? Bir var insan bilərəkdən günah eləyər. Onlar nə? Zalim. Bir də var səhv eləyər, xəta eləyər, bilməyərəkdən.
Yaxşı. Bu ayə deyir ki, Ətiullah və Ətiur Rasul və ulul əmri minkum bizə deyir ki, onlar heç səhv də eləməzlər, xəta da eləməzlər. Onların elmlərində səhv və xəta yoxdur. Çünki mütləq itaətdir. Günah öz yerində, günah heç eləməzlər, heç nöqsan da eləməzlər. Çünki nöqsan eləsələr, biz baxacaq o nöqsan eləyəcək. Biz onun arxasını gələcək də. Onlar səhv eləməz, xəta eləməz. Yəni, nə nəticə alır Oqtay mənim? Onlar kimdirsə, heç elmi xəta da eləmirlər. Unutqanlığa duçar olmurlar. Bir an olsun qəflətə düşmürlər. Yəni, bu elm, onlarda olan elm səhvlə nəticələnə bilməz. Unudula bilən elm deyil. Adi elmlərdən deyil. İlahi mənşəli bir elmdir. Yəni, qeyb elmidir. Çünki bizim elmlərimizdə nə ola bilər? Biz səhv deyə bilərik, xəta eləyə bilərik. Unuda bilərik. Amma onların ki, tam mütləq itaət deyir, görünən budur ki, onlar nə səhv eləyir, nə xəta eləyir. Deməli, əgər səhv xəta eləmirsə, bu adi bir məktəbdə, sinifdə oturub oxuyulan kitab, dəftərdən söhbət getmir. Onların elmi lədunnidir, onların elmi qeybidir. Onlar ora vəsl olublar Peyğəmbər vasitəsilə. Yəni, qeybi elmə sahibdirlər. Bu ayənin verdiyi bizə mesaj budur. Yaxşı. Yəni, onların elmləri ilahi mənşəlidir. Səhabələrdən fərqlidirlər. Ayə deyir, ulul əmri minkum kimdirsə, o əmr sahibləri, səhabələrdən fərqlidir ya. Onlar xəta eləmirlər, ha. Sahabələr xəta eləyə bilər, eləyə bilərlər. Onlar ravidirlər. Səhv də eləyərlər, xəta da eləyə bilərlər, hədisləri yanlış da nəql eləyə bilərlər və onlardan səhv nəticədə hədisi qulaq asıb səhv nəticədə ala bilər, düz eşidib yanlış başa düşə bilər. Kifayət qədər nümunələr var, doludur. Olub. Ola bilər yəni bu olsun. Səhabə məsum deyil ki. Allah səhabə məsum deməyib ki bu ayədə. Əmr sahibləri bəli məsumdur, xətaları yoxdur. Onlar bir şey düz, səhabə bir şey düz eşidib səhv anlaya bilər, öz tutumu qədər. Həri öz ampulasında baxa bilər. Məsələn, bir dənə kitabdır, 2 nəfər oxuyur. Biri tam başqa bir şeyə başa düşür, biri səthi məlumatı əldə edir. Elə bir ikisi də eyni kitab oxumayıb. Ya məsələn, misal deyim də, niyə belə olur? Çünki insanların dünya görüşləri, düşüncələri, ruhi və mənəvi halətləri, durumları, əxlaqi keyfiyyətləri bir-birindən fərqlidir. Bax, bu durum, bu halət, bu əxlaqi keyfiyyət, bu təfəkkür, bu dünya görüşü hadisəyə necə baxırsan, nə algılayırsan, orada öz izin qoyur. Bir də nə hadisədir? 2 nəfər nəticə alır. İsa Peyğəmbər yoldan keçirdi, bağışlayın bir gördü it. Hamı baxdı, burnunu tutdu. İsa Peyğəmbər də, nə qəşəng dişləri var bunun. Bu bir baxışdır da, yəni mənim işim onda deyim. Bir dənə hadisədir, 2 cür nəticə. Yəni, məsələn, imamların dönəmində 2 nəfər görüşdü bir-biri ilə. Gəldi, deyir ki, qardaş, sən belə ki, görən müəyyən məqamlara yetişmirsən, necə gəlib çatdın bura? Deyir, mən yadıma gəlib bir dəfə bir səhrada gördüm, bir quş yıxılıb qalıb yerdə, ayağı qırılıb. Dedim, görürsən, ilahi, bunun ruzusu necə olacaq? Hələ bunu düşünürdüm, bir də gördüm, bir göydən bir başqa quş uçdu, gəldi, qabağına nəsə qoydu, getdi. Deyir, o gündən başa düşdüm ki, ruzu dərdi çəkməməliyəm. Ruzunu verən Allahdır. Oturdum, ibadətimdəyəm, itaətimdəyəm, ruzum da gəlir. O birisiz dostu qayıtdı, buna nə yaxşı o yerdə yıxılıb qalan quşdan ibrət aldın, o uçub gətirən, yeməyi gətirən quşdan ibrət almadın. Sən hələ o birisindən ibrət alıb, yeyib qapı döyüb kömək edəydin də, oturmursan evlərə kömək edirlər sənə. Kim necə düşünür, kim necə fikirləşir, o hadisəyə neyinir? Təsirini göstərir. Hadisədə o cürünü algılayır. Bir dənə hadisədir, biri təbəssüm edir, gözün biri ağlayır. O algılama ki var, o mühüm faktordur. Məsələn, psixoloqlar deyirlər ki, məsələn, pasiyent ona müraciət edir, qabağına müəyyən şəkillər qoyurlar. Məsələn, bir şəkil qoyurlar, tutaq, bir kağız, ağ-qara. Orada müəyyən bir neçə şəkil əks olunur. Mincə şəkil əks olunur. Kağızın içində.
Məsələn, gül şəkli var, gülərüz sima var. Nə bilim, biraz narahat sima var. Deyirəm, nə gördün orada? Məsələn, biri qaydı, mən orada bir narahat sima gördüm. Bir deyir, mən gül gördüm. Bir deyir, gülərüz sima gördüm. Psixoloq oradan nəticə çıxardır ki, bu pessimist insandır, nikbindir, pozitivdir, bədbindir. Oradan onu anlaya bilir. Başa düşdünüz? Oradan nəticə çıxarda bilir. Yaxşı, bu öz yerində. İndi gəldim çatdım səhabələrə, bu elmi tərəf. Baxın, səhabələr eşidir. Ola bilər eşitdiyini düzdə o qədərini inəməsin, tam anlaya bilməz. Ya məsələn, səhv neyniyə bilər, nəticə çıxarda bilər. Amma bu ulul əmr kimdirsə, onlar bir başqa cürdür. Onlar olduğu kimi anlayır. Onlar olduğu kimi başa düşür Peyğəmbəri. Onlar tam məlumatlıdırlar. Onlar elmi mövzuda məsumdular. Onlar səhv eləməzlər elmi mövzuda. Çünki Allah özü deyib, onlara itaət edin mütləq. Onlar məsumdular. Ona görə bir dənə Əmirül-Möminin sizə bir dənə hədis deyim, deyir, elmi onun mədənindən öyrənsəydiniz, elmi onun mədənindən öyrənsəydiniz. Yəni biz əhl-i beytdən. Bəli. Suyu çeşmənin gözündən içsəydiniz, çeşmənin gözündən, bəzi vaxtlar su çeşmədə şəffafdır, amma o cığırla gələndə nə olur? Biraz bulanır, eləyir. Suyu çeşmənin gözündən içsəydiniz, uzun da hədis, nicat da vardınız. Bir dənə də hədislə bitirim. Əşara ilə sədrihi, əlini qoydu ürəyinin üstünə Əmirül-Möminin. Dedi, İnnə hahuna lə'ilmən cəmma. Bilirsiniz, burada nələr yatıb. Bu qəlbdə bir nə qədər ilim var. Bu hansı elmdir? Bax, bu qeybi elmdir. Bunu haradan çıxartdıq? Bu ayədən çıxartdıq. Əlbəttə, o ləmrələ sübut eləməmişik Əmirül-Möminin. Sübut edəcək sabahki söhbətlərimizdə bir sün. Öz yerində narahat olmayın. Amma görünən budur ki, ayə bizə başa saldı ki, onlar məsumdur, elmi xəta eləmirlər, onların elmi ilahi mənşəlidir, qeybə söykənib, ona görə onlar sanki çeşmənin gözüdür. Onlara müraciət eləməliyik. Müraciətin ünvanı olardı. Onların qapısına getməliyik. Onların qapısını döyməliyik. İlişəndə ki, buna qulaq asım, yoxsa buna qulaq asım, buna qulaq asmalısan. Bunun qapısını döyməlisən. Bundan öyrənməlisən ibadətvi. Bundan öyrənməlisən itaətvi. Bunu ilə həyatı tənzimləməlisən. Çünki Allah deyir mənə. O kimdirsə olardı. Yaxşı. Möhtəşəm. Ulləmir bulardı. Hələ ki bu, inşallah gələn söhbətimiz davam edəcək. Ay maşallah, ay elinizə Allah bərəkət versin hacı. Allah sizdən razı olsun. Möhtəşəm.